Argentina 1536-cı ildə İspanlar tərəfindən kəşf edilib. İspanlar bu torpaqların gümüş ehtiyatları baxımından zəngin olacağını düşündükləri üçün ölkəyə latınca gümüş mənasını verən Argentum adını vermişlər. Lakin maraqlısı budur ki, Argentina gümüş istisna olmaqla demək olar ki, bütün digər faydalı qazıntılar baxımından zəngin ölkədir. Argentina qeyri-adi adət-ənənələri, toxunulmaz təbiəti, rahat kurortları və mədəniyyət abidələri ilə dünyanın hər yerindən turistləri özünə cəlb edən heyrətamiz bir ölkədir. Argentina, Cənubi Amerika qitəsinin cənubunda, Ant dağları və Atlantik okeanın arasında yerləşir. Ölkənin sahil xəttinin uzunluğu 4989 kilometrdir. Ərazisinin böyüklüyünə görə Argentina, Cənubi Amerika materikinin ikinci, dünyanın isə 8-ci böyük dövlətidir. Ölkənin ümumi sahəsi 2.791.810 kvadrat kilometrdir. Argentinanın coğrafi ərazisi olduqca mürəkkəbdir. Ant dağlarının bəzi zirvələrində daimi buzlaqlar mövcuddur. Ölkənin ən cənub əraziləri isə Antarktidaya yaxınlığı ilə seçilir. Buna görə də Argentinanın coğrafiyası çox zəngindir. Ölkənin şimalında Braziliya sərhədinə yaxın ərazilərdə tropik meşələri var. Mərkəzi bölgələrdə Pampa adlanan düzənliklər, qərbdə isə Çili sərhədində Ant dağları yerləşir. Şərqdə Atlantik okeanı sahilləri, cənubda səhralar, daha cənubda isə buzlaqlar var. Ölkə qərbdə Çili, şimalda Boliviya, şimal-şərqdə Paragvay və Braziliya, şərqdə isə Uruqvay ilə həmsərhəddir. Bütün Latin Amerikalılar kimi Argentinalılar da qarışıq genetik köklərə malikdirlər. Əhalinin böyük əksəriyyəti Avropalı miqrantlarla, yerli hindular və Afrikadan gətirilən qulların qarışığından yaranıb. Ölkənin 47 milyon əhalisi var və bu əhalinin 90%-i katoliklərdir. Argentinada ölkə əhalisinin orta ömür uzunluğu 79 ildir. İtaliyadan kənarda ən çox İtalyanın yaşadığı ölkə məhz Argentinadır. Bu ölkədə 25 milyondan çox İtalyan var və bu da Argentina əhalisinin 50-55% deməkdir. Biraz qəribə səslənsə də, ölkədə ermənilər də var və sayları 120 minə yaxındır. Argentinadakı erməni icması əsasən 1890-1930-cu illər arasında formalaşıb. İlk ermənilər 1890-1914-cü illərdə iqtisadi səbəblərlə Osmanlı imperiyasından Argentinaya köçüblər. Ən böyük köç dalğası isə 1915-1923-cü illərdə baş verib. Daha sonra 1924-1930-cu illərdə Suriya, Livan və digər yaxın şərq ölkələrindən də ermənilərin Argentinaya köçü davam edib. Argentina əhalisinin çoxluğuna görə dünyada 31-ci sıradadır. Ölkənin rəsmi dili İspan dilidir. Ancaq İspan dili ilə yanaşı, xüsusilə böyük şəhərlərdə İtalyan, Ərəb və Alman dillərində də geniş danışılır. Kənd yerlərində isə bir çox yerli dillərə və ləhcələrə rast gəlmək mümkündür.
İqtisadiyyatının böyüklüyünə görə Argentina dünyada 30-cu sıradadır. Ölkə əhalisinin illik gəliri isə 26.500 dollardır. Əhali gəlir sıralamasında Argentina dünyanın 66-cı ölkəsidir. Ölkənin pul vahidi Argentina pesosudur və 100 Argentina pesosu 12 Azərbaycan qəpiyinə bərabərdir. Argentinanın paytaxtı əsası 1580-ci ildə qoyulan Buenos Aires şəhəridir. Paytaxt Buenos Aires həm ölkənin mədəniyyət mərkəzi, həm də ən çox ziyarət edilən şəhərdir. Gecə-gündüz canlı həyatı ilə məşhur olan Buenos Aires, milyonlarla insanın iştirak etdiyi festivalları, 5 ulduzlu otelləri və zəngin gecə həyatı ilə Argentinada turizm imkanlarının ən çox inkişaf etdiyi şəhərdir. Buenos Aires, Cənubi Amerikanın Parisi də adlandırılır. Şəhərin möhtəşəm memarlıq üslubu onu belə adlandırmağa əsas verir. Bu səbəbdən də şəhəri Cənubi Amerikanın ən gözəl paytaxtı da adlandıra bilərik. Cənubi Amerikanın ilk metro xətti də 1913-cü ildə Buenos Airesdə istifadəyə verilib. Mendoza, Cordoba, Ushuaia və Salta isə yüzilliklərə aid kilsələri və daş dövrünə qədər uzanan zəngin kolleksiyalara malik dünyaca məşhur muzeyləri ilə Argentinanın digər mühüm şəhərləri sırasındadır. Tangonun vətəni Argentinadır. Ölkənin demək olar ki, bütün şəhərlərində tango və rəqs məktəbləri fəaliyyət göstərir. Ölkənin ən hündür nöqtəsi 6962 metr hündürlüyündə olan Aconcagua dağının zirvəsidir. Aconcagua həm Cənubi Amerika materikinin, həm Cənub yarımkürəsinin, həm də Qərb yarımkürəsinin ən hündür dağıdır. Bu dağ həmçinin Asiyadan kənarda yerləşən dünyanın ən hündür dağı hesab olunur. Braziliya-Argentina sərhədində yerləşən Iguaçu şəlalələri isə dünyanın ən böyük şəlalələr sistemidir. Təxminən 2,7 kilometr boyunca uzanan bu təbiət möcüzəsinin 2/3-ü Argentina ərazisində yerləşir. Sənaye və kənd təsərrüfatına əsaslanan iqtisadi model tətbiq edən Argentinada ümumdaxili məhsulun əsas hissəsi sənaye, kənd təsərrüfatı və xidmət sektorlarından əldə olunur. Argentina G20 iqtisadi birliyinin qurucu üzvlərindən biridir. Ölkə ən çox xarici ticarəti Braziliya, Çin, Amerika Birləşmiş Ştatları və Almaniya ilə aparır. Argentinada bankçılıq, tikinti, elektronika, toxuculuq, neft emalı, neft kimya, mədənçilik, qara metallurgiya, maşın qayırma, qida və avtomobil sənayesi inkişaf edib. Ölkənin müxtəlif bölgələrində fərqli iqlim tipləri müşahidə olunduğuna görə burada onlarla növ taxıl, dənli bitkilər, meyvə və tərəvəz yetişdirilir. Heyvandarlığın da geniş yayıldığı Argentina dünyanın ən mühüm ət istehsalçılarından biri hesab olunur. Sonda siz də bu ölkə haqqında bildiyiniz ən maraqlı məlumatları şərhlərdə yaza bilərsiniz. Vaxt ayırıb videonu izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olub dəstək də ola bilərsiniz. Sağ olun.